Yani keçən paylaşımımızda betadinlə pasiyentin üz hissəsinin sterilliği korunmaq məqsədi ilə yayılanda betadin bizə. Bəzi pasiyentlərimiz bizə komentarlarda bildirirdi ki, ağza, dişə betadin dəyəndə bəs olarmı? Bu nə dərəcədə düzgündür? Bildirmək istəyirik ki, betadin durlaşmış yod sayılır. Bu yod məhlulu, bəli, ağız boşluğa, sehri qişalara dəyəndə sehri qişanı yandıra bilər. Amma bu durlaşmış yoddur. Qarın boşluğu belə məsələn açılanda betadinə yuyulur. Ağız boşluğunun özü, dişlərin dibi betadin dəyməyi sehri qişaya heç bir təsir göstərmir. Əksinə tam sterilliyi qorumaq üçün bizə lazım olan bakteriyasit bir məhlul kimi istifadə olunur. Yəni ki, elə betadinin ağzın sehri qişasına, dişin diblərinə və yaxud da ki, gözün açıqı arasına dəyməyi həmin sehri qişaların zədələnməsinə səbəb olmur və qeyri-mümkündür. Əksinə tam sterilliyi qorumaq məqsədi ilə, yəni ki, ağız boşluğunun, dişin diblərindən, digər buruna yaxın boşluqlarının infeksiyaları burun yarasına deməli yoluxa bilmir, dəyə bilmir. Bu qədər.